Düşünün ki, bir gün qədim bir məbədə daxil olursunuz və divarlarda anlamadığınız simvolların həkk olunduğunu görürsünüz. Bu simvollar minilliklər əvvəl yazılmış bir mesajdır və onu başa düşsəniz, bəlkə də bütün tarix dəyişəcəkdir. Dünyanın dörd bir yanında elə yazılar və artefaktlar tapılıb ki, onların mənasını heç kim anlaya bilmir. Alimlər, dilçilər və tarixçilər illərdir bu sirləri açmağa çalışır, amma bu vaxta qədər heç bir nəticə əldə olunmamışdır. Ən qəribəsi isə odur ki, bu yazılar sanki bizə bir şey deməyə çalışır. Bəlkə də biz onların mesajlarını oxuya bilsək, tarix haqqında bütün bildiklərimiz dəyişəcəkdir. Bugün sizə dünyanın ən sirli və oxunmayan yazılarından danışacağam. Bunlardan biri müəmmalı Voynich əlyazmasıdır. 1912-ci ildə Wilfrid Voynich adlı antikvar həvəskarı İtaliyada köhnə bir monastırdan qəribə bir kitab tapır. Kitabın səhifələri tamamilə naməlum bir əlifba ilə yazılmışdır. İçində çəkilmiş qəribə bitkilər, kosmik mənzərələr və tanımadığımız canlılar insanları düşüncələrə qərq edir. Bu əlyazmanın ən qəribə tərəfi odur ki, içindəki yazılar dünyanın heç bir tanınmış dilinə uyğun gəlmir. Kitabı oxumağa çalışan dilçilər, tarixçilər, hətta süni intellekt belə bu yazıları anlaya bilməmişdir. Bəzi alimlər hesab edir ki, bu yazılar orta əsrlərdə yaşamış bir alimin yaratdığı gizli bir dildir. Digərləri isə düşünür ki, bu kitabda insanlara aid olmayan başqa bir sivilizasiyadan gələn mesajlar gizlənmişdir. Voynich əlyazmasının kodu hələ də açılmayıb və bu kitabın içində nə yazıldığı tamamilə sirr olaraq qalır. İkinci müəmma isə Phaistos diskidir. 1908-ci ildə Yunan arxeoloq Luigi Pernier, Krit adasında qazıntılar apardığı zaman o, qədim Phaistos sarayında maraqlı bir disk tapır. Bu disk gildən hazırlanmış və üzərində naməlum simvollar həkk olunmuşdu. Diskin yaşı təxminən 3700 il hesablanır və ən maraqlısı isə odur ki, üzərindəki yazılar spiral formasında yazılmışdır. Sanki bu yazılar xüsusi bir kodlaşdırma sistemindən istifadə edilərək həkk edilib. Alimlər bu diskdə nə yazıldığını oxumağa çalışsalar da bir nəticə əldə edə bilməyiblər. Bəzi nəzəriyyələrə görə bu disk qədim bir duanın mətni ola bilərdi. Digərləri isə düşünür ki, bu itmiş bir sivilizasiyanın kodlaşdırılmış mesajıdır. Bəziləri isə bu yazının ümumiyyətlə bizim dünyaya aid olmadığını qeyd ediblər. Beləliklə, bu günə qədər Phaistos diskinin mənası hələ də açılmamışdır. Sırada növbəti müəmma olan Rongorongo yazılarıdır. Pasxa adası haqqında yəqin ki, eşitmisiniz. Bu adada nəhəng daşlardan hazırlanmış, insan başını təsvir edən heykəllər vardır. Bu heykəllər Pasxa adasının yeganə sirri deyildir, belə ki, adada heykəllərdən başqa sirli Rongorongo yazıları da tapılmışdır. Bu yazılar Pasxa adasında yaşayan qədim Rapa Nui xalqına məxsusdur və alimlər onların daşlara həkk etdiyi yazıları araşdırmağa çalışsalar da bir nəticə əldə olunmamışdır. Yəni, qısacası bu yazılar dünyanın heç bir dilinə uyğun gəlmirdi. Ən qəribəsi isə budur ki, yazılar təkcə Pasxa adasında tapılmamış, onlara qədim Misirdə də rast gəlinmişdir. Sizcə o dövrdə iki fərqli qitədə eyni cür yazılar necə ola bilərdi? Bəzi alimlər düşünür ki, bu, qədim dövrlərdə sivilizasiyalar arasında düşündüyümüzdən daha çox əlaqənin olduğunu sübut edir. Digərləri isə hesab edir ki, bu yazılar insanlara aid deyil və onların mənasını anlamaq üçün başqa bir baxış bucağı lazımdır. Bugünə qədər Rongorongo yazılarının mənası açılmamış və bu, bəşəriyyətin ən böyük sirlərindən biri olaraq qalmaqdadır. Gələk növbəti müəmmaya. Bu, Indus vadisinin yazılarıdır. 5000 il əvvəl Hindistan və Pakistan ərazisində Indus vadisi sivilizasiyası mövcud olmuşdur. Bu sivilizasiya minlərlə gil lövhə üzərində qəribə işarələr həkk etmişdirlər. Amma alimlər bu yazıları oxumağa çalışsalar da, bu yazılar dünyanın heç bir dilinə uyğun gəlməmiş və heç bir lüğətdə bu işarələrin mənası tapılmamışdır. Bəzi tarixçilər hesab edir ki, bu yazılar itmiş bir sivilizasiyanın son izləridir. Digərləri isə düşünür ki, bu yazılar insanlara aid deyil və onların kimə aid olduğu hələ də sirr olaraq qalmaqdadır. Indus vadisi yazıları bu günə qədər açıla bilməyib və onların bizə nə demək istədiyi hələ də müəmmalıdır. Sırada Tibetdə tapılmış Oqartit yazısıdır.
1938-ci ildə Alman arxeoloqları Tibetdə qazıntılar zamanı üzərində naməlum bir dildə yazılar həkk olunmuş qəribə bir daş tapırlar. Bu yazılar xüsusi bir işıq altında görünmə xüsusiyyətinə malik idi. Alimlər bu yazını oxumağa çalışsalar da heç bir nəticə əldə edilməmişdir. Bəzi tədqiqatçılar bu yazının insanlara aid olmadığını və başqa bir sivilizasiyadan gəldiyini düşünürdülər. Daha maraqlısı isə odur ki, NASA'nın Marsdan göndərdiyi görüntülərdə də oxşar işarələrə rast gəlinmişdir. Bu yazılar hələ də oxuna bilməyib və onların haradan gəldiyi bilinmir. Qədim Misirin naməlum heroqlifləri isə 6-cı sıradadır. Bildiyimiz kimi Misirdə içərisində minlərlə heroqlif yazısı həkk olunmuş, yüzlərlə məbəd vardır. Heroqliflərin bir hissəsinin oxunması mümkün olsa da, bəzi heroqliflərin sirri alimlər tərəfindən hələ də açılmamışdır. Xüsusilə Abidos məbədində olan yazılar çox müəmmalıdır. Burada təsvir edilən şəkillər arasında helikopterə və başqa müasir texnologiyalara bənzər bir neçə obyektlər var ki, bu da insanların diqqətini xüsusilə cəlb etmişdir. Nəzəriyyələrə görə bu yazılar Misirin tanrılarla ünsiyyət qurmaq üçün istifadə etdiyi bir mesajdır. Digərləri isə hesab edir ki, Misir sivilizasiyası haqqında bildiklərimiz tamamilə yanlışdır və onların itmiş texnologiyalarının sirri bu yazılarda gizlidir. Bu günə qədər bu heroqliflərin mənasının oxunması mümkün olmamışdır. Videomuzun sonuncu müəmması isə Səgir-Daş kitabəsidir. 1970-ci illərdə Səudiyyə Ərəbistanında aparılan qazıntılar zamanı alimlər qeyri-adi bir daş kitabə tapırlar. Bu kitabə digər qədim yazılardan çox fərqlənirdi. İlk baxışdan adi bir daş parçasına bənzəsə də üzərində həkk olunmuş yazılar tarixçiləri çaşqın vəziyyətə salmışdır. Çünki bu kitabədə istifadə olunan işarələr dünyanın heç bir qədim əlifbasına uyğun gəlmirdi. Hətta ən təcrübəli dilçilər belə bu yazını oxuya bilmədilər və ən qəribəsi də budur ki, kitabədəki bəzi simvollar çox tanış görünürdü. Simvolların bəziləri müasir dövrümüzdə istifadə etdiyimiz bəzi riyazi və texnoloji işarələrə bənzəyirdi. Kitabə ilə bağlı ortaya atılan ən inanılmaz nəzəriyyələrdən biri isə onun zamana səyahətin mümkün olmasının sübutudur. Bəzi tədqiqatçılar hesab edir ki, bu yazılar keçmişdə bizimlə eyni planetdə yaşamış, amma tamamilə fərqli bir biliyə malik olan bir sivilizasiyanın izi ola bilər. Başqa bir nəzəriyyəyə görə isə bu yazılar qədim dövrlərdə dünyaya gəlmiş və burada qalmış yad planetli varlıqlar tərəfindən yazılmışdır. Bu günə qədər Səgir kitabəsinin mənası açıla bilməyib və onun kimlər tərəfindən yazıldığı sirr olaraq qalır. Bütün bu yazılar bir şeyi sübut edir ki, biz keçmişi düşündüyümüz qədər yaxşı bilmirik. Ola bilər ki, bu yazılar bizə ötürülmüş bir xəbərdarlıq və ya itmiş bir sivilizasiyanın buraxdığı son izlərdir. Bəlkə də biz tarixə tamamilə yanlış baxırıq və gerçək olanı hələ də dərk etməmişik. Elə isə siz deyin, bu sirlərin hansını daha çox araşdırmaq istərdiniz? Bu barədə fikirlərinizi şərhlərdə yazın. Kim bilir, bəlkə də gələcək videolarda bu sirlərin açarını birlikdə tapdıq. Kanalıma abunə olmaq ümidi ilə hələlik.